Hörmətli izləyicilərimiz, bir daha sabahınız xeyirli, gününüz uğurlu olsun. Xəbərin olsun, bu saatında studiyamıza qonaqla davam edirik və bugünkü qonağımız düşünürəm hər kəs üçün maraqlı olacaq. Xüsusən də analar varsa, biz izləyənlər arasında ekrana yaxın əyləşin, çünki sizi maraqlandıran məqamlar var. Qonağımızla danışacağımız bugün studiyamızın qonağı Kimberly Clark şirkətinin Azərbaycan və Türkmənistan üzrə regional meneceri Rafiq Ləzgiyev bizimlədir. Rafiq mənim xoş gəlmişsiniz, sabahınız xeyirli olsun. Sağ olun. Rafiq müəllimlə biz bugün uşaq bezlərindən danışacağıq. Ümumiyyətlə, uşaq bezləri ilə bağlı cəmiyyətlərdə fərqli fikirlər var. İlk olaraq istəyirəm o insanları narahat edən məqamdan başlayaq. Bəzi insanlar düşünür ki, uşaq bezləri zərərlidir və xüsusən də oğlan uşaqları üçün çox zərərlidir. Gələcəkdə onların sonsuzluğa gətirib çıxara bilər. Bu fikir nə dərəcədə doğrudur? Təşəkkürlər, sağ olun sualınız üçün. Bəli, bu mövzu aktualdır. Bizə də tez-tez bu barədə müraciətlər gəlir ki, yəni varmı bunun bir fəsadı? Əslində belə desək, elmi tərəfdən hələ bunun heç bir isbatı yoxdur. Yəni hətta bunun araşdırma da belə aparılmayıb, amma bu uroloqlarla danışıldığı zaman bunun bəlli bir fəsadları ola bilər deyilir. Bunun da səbəbi nədir? Çünki insanın yaradılışında anatomik olaraq bədən temperaturumuz bilir ki, 36,5-36,7 dərəcə olur, amma oğlan uşaqlarında o kişilik orqanındakı temperatur 33-35 arası dəyişir. Əgər bez düzgün seçilməsə, bez hava keçirən olmasa, bəlli bir vaxt sonra orada isinmə gedir, parnik effekti əmələ gəlir və o parnik effektindən sonra temperatur, həmin orqanın temperaturu lazımi dərəcədən yuxarı yüksəlməyə başlayır. Və burada da həmin o uroloqlar deyirlər ki, bu birbaşa deyirlər, dolayısıyla olsa təsiri ola bilər və bunun üçün də keyfiyyətli bezlərdən istifadə etmək lazımdır ki, hava keçirən olsun, vaxtı-vaxtında bezlər dəyişdirilsin və bir növ uşağı o risklə qarşı-qarşıya qoymamaq şərti ilə ki, maksimum dərəcədə bundan qaçmaq lazımdır. Rafiq bəy, belə siz qeyd etdiniz ki, bunun belə deyək də doğru istifadə üsulları var. Ümumiyyətlə, körpələr üçün, uşaqlar üçün bez alarkən nələrə diqqət yetirməlidir valideynlər? Bu bez seçimi həqiqətən çox həssas bir mövzudur. Çünki bildiyiniz kimi uşaq il yarım, 2 il kəsintisiz şəkildə bezdən istifadə edir. Yəni, səhər, axşam, gecə dəyişmədən və burada bezin keyfiyyəti həm uşağın rahatlığına, həm dərisinin sağlamlığına, həm də hətta valideynlərin evdəki əhval-ruhiyyəsində belə təsir eləyir. Bəli, doğrudur, hazırda bazarımızda çox bez seçimi var. Yəni, bez seçmək asan deyil. Amma buna baxmayaraq, bizim valideynlərə tövsiyəmiz odur ki, həqiqətən sertifikatlaşdırılmış, sərt və laboratoriya testlərindən keçmiş bezlərə müraciət eləsinlər, ən keyfiyyətli bezlərdən götürsünlər. Çünki əks halda uşaqlara əks təsirləri qat-qat daha çox ola bilər və burada mütləqdir ki, araşdırma aparılsın. Burada valideynlər üzərinə xüsusi öhdəlik düşür ki, necə ki, biz müxtəlif qida olsa seçdiyimiz zaman çalışırıq ki, daha keyfiyyətlini tapa. Burada da eyni şəkildə onların həqiqətən sertifikatı varmı və bu sertifikatın arxasında duran şirkətlər qlobal şirkətlərdirmi? Buna diqqət etmək lazımdır və bu şəkildə əgər seçim edilərsə, həqiqətən də biz inanırıq ki, uşaqda heç bir problem yaratmaz. Və özəlliklə də yeni doğulan körpələrdə bez seçərkən 3 əsas kriteriya diqqət etmək lazımdır. Birincisi yumuşaq olmalıdır, ikincisi hipoallergen olmalıdır, üçüncüsü də hava keçirən olmalıdır. Yəni, hipoallergen olması da xüsusilə önəmlidir, çünki uşaqlarda bilirsiniz ki, dəri çox həssas olur yeni doğulan körpələrdə. Hətta belə demək olar ki, böyüklərə nisbətən 20-30% daha incədir uşaqların dəriləri. Eyni zamanda da üst qatında qorucu qatı inkişaf eləmədiyinə görə dərinin və kənardan çox tez şəkildə hər hansı bir mikrobu da qapmaq ehtimalı var və burada qızartıdan, səpkidən, hər hansı bir allergiyadan qaçılmaq üçün keyfiyyətli bez olmalıdır ki, bunların hamısının qarşısını alsın. Yəni, düzgün qulluq olmalı bir nevi. Rafiq bəy, bax, qeyd etdiyiniz kimi, yəni bugün mağazalara girəndə bir çox bez çeşidləri çoxdur. Hətta belə deyək ki, eyni firmanın bir neçə bez çeşidləri olur. Biz bax, siz dediyiniz nüanslara o bezlərin üzərində qeyd olunur. Yəni orada baxıbmı görə bilərik ki, hardan oxuyub, necə bilə bilərik ki, bu doğrudan da həmən o təsirlərə malik deyil, ümumiyyətlə yaxşı bezdir.
Çox maraqlı sualdır əslində. Bu həqiqətən bizə də tez ünvanlanır bu suallar. Bəli, doğrudur. Üzərində bəzi məlumatlar verilir. Amma həqiqətən də bu verilən məlumatlar bezin keyfiyyəti ilə paraleldirmi? Bunu biraz araşdırmaq lazımdır və burada məncə birazcıq da internetdən araşdırmaq lazımdır. Şirkətin keçmişini araşdırmaq lazımdır. Misal üçün bizim bezlər, Haggis bezləri artıq 60 ildən çoxdur ki, bez istehsalına məşğuldur bu şirkət və bu brend artıq bazarda öz sözünü deyib. Bu brendin artıq bazada öz təsdiqini tapıb keyfiyyəti ilə bərabər və hər bir istehsal etdiyi məhsulun arxasında mütləq bir sertifikatı mövcuddur və bunu da girib rahat şəkildə internetdə bütün saytlarda bunu tapmaq mümkündür. Bu çox önəmli məqamdır. Yəni sadəcə üzərində baxılan yazı ilə deyil də, həqiqətən də arxasında duran şirkət kimdir və həqiqətən də dedikləri kimi o sertifikatlar mövcuddurmu, bunu araşdırmaq lazımdır. Onun neçə illik bir təcrübəsi var? Əlbəttə ki, yəni Haggisin bir özelliyi var ki, biz uşağın inkişaf mərhələsinin hər mərhələsinə uyğun uşaq bezi istehsalına məşğuluq. Yəni sadəcə bir dənə standart deyil. Çünki uşaq bilirik ki, çox sürətli şəkildə böyüyür və hətta bəzən belə bir deyim var ki, uşaqlar ən tez davamlı olmayan tükəticidir. Çox tez dəyişir uşaqların tərəfləri. Valideynlərin düşünürəm ki, ən belə də yaralı yerdə nüanslara toxunduq ki, çünki bezlər elədir ki, çox istifadə olunur, körpələr çox istifadə edir və burada elə sizin şirkətində olsun, fərqli bez çeşidləri var. Burada daha belə deyək, keyfiyyətli, premium və s. digər, daha sadə bezlər. Bax, bu zaman fərq nədir? Biz onları istifadə edərkən, onların istifadə müddəti var. İstəyirəm bu barədə də valideynlərə məlumat verək. Yəni, məlumatları olsun ki, büdcəyə uyğun əgər bir bez alırlarsa, onun istifadə müddəti ilə bir edək, daha çox pul xərclədikləri bezin, daha bahalı bezin istifadə müddəti eyni olmur. O fərqdən məlumat verin, buyurun. Bezlərin əslində bir-birinə fərqləndirən və qiymət fərqini ortaya çıxardan bezin istehsal prosesində olan və xam maddələrindən asılı olan bir şeydir. Bez nə qədər keyfiyyətli məhsuldan istifadə olunarsa və özəlliklə uşaqların dərisinə birbaşa təmas olan üst qatı mütləq ən natural məhsullardan istifadə olunmalıdır və bir digər özəlliyi də bezin tərkibindəki absorben deyilən bir maddə var. Bu obturucu maddədir. Absorbenlər nə qədər keyfiyyətli olarsa, yəni o qədər daha yaxşıdır uşaq üçün. Çünki uşaqların dərisinə qulluq bir növ dərisinin həmişə quru saxlanılmasının asılıdır. Quru qalması üçün də obturucu maddə yaxşı olmalıdır ki, dəri mayeəni daha çox içinə çəksin və nam qalmasın. Və burada özəlliklə də yeni doğulan analarda biraz çətinlik yaradır. Çünki ona bilmirlər vaxtını, nə qədər vaxtdan tez dəyişmək lazımdır. Və burada artıq elə bir növ ana qucağından sonra ikinci bir yer olmalıdır ki, artıq ana əmin şəkildə bilsin ki, mənim uşağım oradadır. Və bu absorbenlər əgər həqiqətən keyfiyyətlidirsə, o zaman bu onu göstərir ki, keyfiyyətsiz bezlər gündə, misal üçün 4 dənə, 5 dənə, 6 dənə dəyişilirsə, o keyfiyyətli bezlər ondan 2-3 dənə dəyişmək daha yetərlidir. Və burada istifadə tezliyindən yola çıxaraq hesablasaq, bəlkə də o keyfiyyətsiz bezlərinə xərclədiyimiz pul, keyfiyyətli bezlərə xərclədiyimiz puldan daha da çoxdur. Amma biz günlük xərclədiyimiz pula baxdığımız üçün bir növü biraz insanı yanıldır. Yəni, bugün mən bu qədər verdim, amma əslində o tez-tez, yəni bugün də sabah da alırsam, amma o birisini bəlkə də bir həftə istifadə sərbəst edir. Yəni, bunu xüsusilə nəzərə alsa da bir müddət ailələr bunun hesabını aparsa, mən əminəm ki, onlar başa düşürlər ki, keyfiyyətli bez istifadə etmək həm uşaq üçün yaxşıdır, həm də ki, eyni zamanda qənaətçilidir. Ailə büdcəsi üçün daha faydalıdır. Bir də bir məsələ var, bax, gələn suallar arasında olur adətən ki, bezlər uşağın, belə deyək də, öz tələbatını özü ödəməsinə və ayaq yoluna öyrəşməsinə maneə törədir. Bu doğrudan da mı belədir? Bizdə bəzən valideynlər istəyir ki, daha tez öyrəsinlər tualetə, qarşılıqqa getməsi üçün uşağın. Amma yəni, bu belə bir sübut olunmuşdur artıq həkimlər tərəfindən də bu deyilir ki, uşaq artıq qarşılığa öyrənmək devri 18 aydan sonra başlamalıdır. 18 aya qədər uşaq onu başa düşmür, çətin olur. 18 aydan sonra zaten bizim Haggis bezlərində də tuman bezləri var. Yəni, bu geyindirmək də daha asandır, çıxartmaq da daha asandır və eyni zamanda bununla qarşılığa öyrətmək də daha asan olur uşaqları. Yəni, bu əslində bir mifdir, belə bir şey yoxdur, gecikdirmə bir şey yoxdur. Tam tərsi, analar üçün daha asanlaşdırıcıdır. Sadəcə burada düzdür, Azərbaycan bazarında hələ də tuman bezləri istifadəsi
bizim qonşularımızdan çox geridədir. Çünki biz açıq bezlərdən istifadə etməyə daha üstünlük veririk. Amma yəni, məncə tuman bezlərinin istifadəsi artıq zamanla bizdə də adət halına alsa, görəcəklər ki, əslində bu qarşılıqlı öyrətmək üçün də bir asanlıqdır. Bax, tuman bezlər demişkən, onların faydasından biri də odur ki, uşaqlar hərəkət edərkən, yəni artıq o hərəkətlik müddətində belə deyək də daha əlverişli olur, daha yaxşı olur. Ümumiyyətlə, uşaqların o hərəkətlik dövründə biz bez seçərkən nəyə diqqət yetirməliyik? Bayaq da dediyimiz kimi, uşaqlar çox tez böyüyür həqiqətən. Bunun üçün də bez istehsalçıları uşağın hər bir etabını nəzərə alaraq istehsal etməlidir və bizim bezlərdə də bunlardan yola çıxaraq istehsal olunub. Yəni, uşaq artıq 5-6 ayından sonra daha aktiv olmağa başlayır. Yəni, artıq yerdə iməkləməyə başlayır, sonra ilk addımlarını atmağa başlayır, çox aktiv olur, atılır, düşür və bu zaman tuman bezlərinin istifadəsi çox daha rahat olur uşaq üçün. Həm geyindirmə tərəfindən, həm soyundurmaq tərəfindən, eyni zamanda aktiv olduğu üçün analar o digər açıq bezləri uşağı oturub sabit bir yerdə geyindirmək çətin olur. Amma tuman bezini geyindirmək asandır. Eyni zamanda tuman bezləri çox yumuşaqdır və çox rahat olur. Uşağın o aktiv hərəkətindən heç bir əngəl törətmir. Tam tərsi rahatçılıq verir ki, uşaq daha rahat hərəkət etsin. Və bunun üçün də tuman bezlərinin istifadəsi məncə heç bir negativ tərəfində daha çox xeyri var ki, ziyanı yoxdur. Analar üçün daha faydalı və daha rahat. Daha rahatdır, bəli. Bir də bir məsələ var ki, uşaqlar bezdən istifadə edərkən uzun müddətli bez istifadəsindən sonra uşaqların dərilərində səpgilər yaranır. Yəni, bəzən biz özümüz də rastlayırıq. Bax, bu cür səpgiləri necə aradan qaldırmaq olar? Ümumiyyətlə, o səpgilərin yaranmaması üçün biz nələrə diqqət yetirməliyik? Nəyi səhv edirik oradan? Burada ən əsas mövzulardan biri bezin vaxtında dəyişdirmək lazımdır ki, yenə uşağın bədəni nəmli qalmasın və səpkilərə səbəb olan ən önəmli nüanslardan biri bilirsiniz ki, əsasında körpə uşaqlar hər yemək yeyəndən sonra onlardan həm idrar çıxır, həm də nəcis. Bu tez olur belə bir şey və buna diqqət etmək lazımdır ki, uzun müddət bədən, uşağın dərisi bununla təmasda qalmasın. Özəlliklə də ikisinin qarışığı çox daha təhlükəlidir uşağın dərisi üçün və burada çünki sidiyin tərkibində ammiyak tərkibli olduğuna görə bu daha çox qızıqlanma verir, qızartı verir bədənə və bunun qarşısını almaq üçün tez dəyişmək lazımdır. Bu öz yerində. Və bizim bezlərin də xüsusi bir özəlliyi var. Özəlliklə Hages Elisoft bezlərində yeni bir texnologiyadan istifadə olunub. Bezin ön və arxa tərəfi iki fərqli funksiya yerinə yetirir. Ön tərəfi tamamilə CD hopturması üçün nəzərdə tutulub, arxa tərəfi nəcis üçün nəzərdə tutulub. Yəni, belə bir texnologiya artıq yenidir. Artıq bizim Azərbaycan bazarında da bunlar var. Və bu, məncə, anaların işini biraz daha asanlaşdıracaq ki, körpələrin dəriləri həmin o həm nəcislə, həm sidiklə minimum dərəcədə təmasda qalacaq. Yəni, bu çox önəmlidir ki, vaxtında dəyişimi. Vaxtında dəyişmə. Ümumiyyətlə, biz bez taxarkən körpənin dərisini necə qorumalıyıq? Yəni, deyək ki, bezi taxmadan öncə hər hansı bir krem və ya hər hansı nəsə qaydalar varmı ki, biz bu qaydaları etsək, bezin içərisində o körpənin dərisi daha yaxşı qalacaq, daha sağlam qalacaq? Biz şirkət olaraq, yəni bizim şirkət tamamilə kremin əleyhinədir. Biz istəmirik ki, kremdən istifadə olunsun və artıq Azərbaycan bazarında da analar tez-tez nəm salfetkadan istifadə edir. Və bu da çox əslində riskli bir şeydir və bunda da xüsusilə analar diqqət yetirməlidir ki, istifadə olunan salfetkaların tərkibində heç bir şəkildə spirt olmamalıdır, kimyəvi maddə istifadə olunmamalıdır və ətirlərdən istifadə olunmamalıdır. Bu uşağa birbaşa mənfi təsiri var. Məsəl üçün, bizim nəm salfetkaların 100% sellulozdan, yəni kağızdan istehsal olunur və tərkibi 99% sudur. Və onun üçün də körpənin dərisində heç bir şəkildə krem çəkməyə ehtiyac yoxdur. O nəm salfetkalardan düzgün şəkildə, yəni keyfiyyətli nəm salfetkalardan silinsə və quru saxlanılsa, bez də eyni zamanda hava keçirən olsa ki, bizim bezlərində misal üçün 10.000 ədəd mikrodəliklər var ki, bu havanın sirkulyasiyasını təşkil edir ki, dəri həmişə quru qalır. Yəni bu prosedurlar yerinə yetirilsə, əlavə işinə ehtiyac yoxdur və heç bir qızartı, allergiya olma ehtimalı da zaten çox düşük olur, yoxdur. Yeni doğulmuşlar və xüsusən də bəzən vaxtından əvvəl doğulmuş körpələrin dərisi biraz daha həssas olur. Biz o cür körpələrdə, belə deyək də, bezlərə qarşı allergiya halları və narahatlığı, qızartıları daha çox görürük. Ümumiyyətlə, o yeni doğulmuşların və vaxtından erkən doğulmuş uşaqların dərilərinin digər körpələrə nisbətən müəyyən aydan sonra onlara nisbətən fərqi nədir? Məsələn, bizim orada diqqət etməli olduğumuz müəyyən məqamlar varmı? Yeni doğulmuş körpələrdə dərilər çox hədsiz, çox həssasdır. Hətta bilirik ki, ilk bir neçə müddətdə körpənin hətta gözü
tam açılmır, görünmür çox şey və hər şey dəri ilə hiss edir. O dərəcədə həssasdır dəri. Və burada da əgər istifadə etdiyimiz bezlər natural, yəni keyfiyyətli məhsullardan istifadə olunmayıbsa, əlbəttə ki, bu birbaşa uşağa mənfi təsir göstərəcək. Və bundan əlavədə bizim bezlərdə hətta uşağın yeni doğulan körpələrin göbək nahiyəsində bir kəsik də olur ki, oraya narahat etməsin. Yəni buna da diqqət etmək lazımdır. Çünki hər nə qədər bez o göbək nahiyəsini sıxsa və o göbəyin yeni doğulan körpənin göbəyini narahat etsə, o da bir əlavə bir narahatçılıq yaradır körpədə və buna da nəzarət etmək lazımdır ki, artıq yeni istehsal proseslərində bunlar nəzərə alınır və hər bezdə bu yoxdur. Amma bunu ailələr tövsiyəmiz odur ki, bundan nəzarət etsinlər, sırf bu özəlliyi olan bezlərdən istifadə edərək onları alıb körpəyə daha rahat şəkildə həm yatmağını təşkil etsinlər, həm də özləri rahat olur, körpə rahat olduğu zaman. Rafiq bəy, artıq efirimizin sonuna gəldik. Sonda qısa olaraq sizin məsləhətinizi valideynlərə eşidək və sağollaşaq. Valideynlərə məsləhətimiz odur ki, körpələr bizim gələcəyimizdir. Yəni, biz çalışıb maksimum dərəcədə daha keyfiyyətli məhsullardan istifadə edərək körpəmizi böyütməliyik. Çünki bugün ola bilər ki, bəlkə hansısa bir tərəfdən nəyisə qısaraq qənaət etməyə çalışsaq, amma bu gələcəkdə daha böyük fəsadlar törədə bilər. Onun üçün keyfiyyətli məhsullar seçsinlər, sertifikatlaşdırılmış məhsullar seçsinlər, arxasındakı dayanan şirkətin nə qədər vacib olduğunu bir araşdırsınlar, ona görə seçsinlər ki, və əmin olsunlar ki, körpə həqiqətən də əmin əllərdədir özlərindən sonra. Təşəkkür edirik, çox sağ olun. Hörmətli izləyicilərimiz, bir daha xatırladım ki, bugün studiyamızın qonağı Kimberly-Clark şirkətinin Azərbaycan və Türkmənistan üzrə regional meneceri Rafiq Ləzgiyev bizimlə idi. Və belə, bugünlük biz ayrılan saatin sonuna gəlib çatdıq.